Hamıya salam. Bəlkə də paylaşımlarımdan bilinir ki, mən plovu çox sevirəm. Ona görə də müxtəlif növlərini hazırlamağa çalışıram və siz də asanlıqla səhifəmdə tapa bilərsiniz. Hazır paxlanın da sezonu gəlmişkən, bu gün də paxlalı plov hazırladım və hazırlanma qaydasını sizinlə bölüşürəm. Paxlaları qabığından çıxardıram. Öncədən yuyub islatdığım düyünü də qaynar duzlu suya tökürəm. Bişənə yaxında paxlaları əlavə edib təxmini 1-2 dəqiqədə qaynatdıqdan sonra süzürəm. Bir kənarda da şüyütləri incə-incə doğrayıram. Qazanı yağlayıb, qazanın ölçüsündə yuxanı qoyub, təkrar yağlayıb, düyünü dökürəm. Üzərinə kərə yağını və doğradığım şüyütləri də əlavə edirəm. Daha sonra yenidən düyünü əlavə edirəm. Təkrar şüyüt və kərə yağını əlavə edib dəmləməyə qoyuram. Zəif odda dəmləndikdən sonra servis edə bilərsiniz. Hazırlayacaq olan hər kəsə nuş olsun. Səhifəmi bəyənib abunə olmağı da unutmayın. Əgər siz də mənim reseptimlə hazırlasanız, mütləq mənimlə bölüşün. Mən yanında bu cür salatla servis etdim.